Salam, hər bir vaxtınız xeyirli olsun. Demək, belə bir toz soğuranı təmirə gətiriblər. Toz soğuran soğurmur və sönür. Biz bunu bərpa eləyək, ortana nəticəni bir yerdə izləyək. Yəni soğurmur. Bu filtri dəyişdik. Filtri təmizlədik. Dərmanlamışıq. Amma problem bularıq deyildi. Şotkada olan təkərlər də fırlanmır. Şuruplarını açdıq. Prokladka yerindən qaçıb. Təkərlər tük dolanıb. 2 hissədən ibarətdir, digər hissəsini açdıq. Təkərlər rahat fırlanır. Bu hissələrdə də zibillər var. Bu hissələrdə də zibillər var. Bunlar da təmiz dərmanlamışıq. Bu bir hissələrini yuyacaq. Demək, hər bir hissə ayrı-ayrılığı da təmizləndi. Filtr dəyişildi. Bu filtr təmizlənib. Qabın içinə kimi bir şey yuyuldu. Bunlar təmizləndi. Demək, filtrlərə düz bərpa eləmək lazımdır ki, rahat keçsin. Bu hissələri də təmizləmişik. Yeni filtrdə qoyduq. Müştəri bu filtri yumuşdu. Kardondan idi filtr. Fikir versəz, burada 2 ədəd neodimif maqniti var. Yalnız bahalı modellərdə olur bu. Bu cür nəvədə də yapışır. Hissəsində də knopka var. Basanda LLC kimi uzanır. Üzrünə balacalaşır və buradakı dəmir həmən bu neodimif maqnitinə yapışır. Bu qaydada kompakt yığılma görünüşü də var. Hal-hazırda müşahidə keçirdirik. Demək, yandırırıq. Demək, 228 vurulsun 2.3'e 525 watt gücü var. Amma natural keyfiyyətli maldır. Bütün şurup yerləri də 8 güşəli şurup yerləri iləndir. Neodimif maqniti də var. Bu qədər. Çox sağ olun izlədiyinizə görə.